Yenə təzə bir hissə. Birinci balalar, biz ən böyük əksi qiyməti dedik, necə tapacağıq? Deyin hələ təkrar. Törəməsini tapacağıq. Törəməni intervalla nə edəcəyik? Həll eləyəcəyik. Bunun törəməsini necə tapırdıq? Qüvvət qabağa gəlirdi. Qüvvətdən bir vahid çıxırdıq. Bir də törəməsini nə edirdik? Vururduq. Bunun törəməsinə də vurdum. Mürəkkəb funksiya. İndi mən bunları sizə izah edim. Növbəti dərs sizlər, daha da çox onlayn qoşulan uşaqlar. Nə sualınız olsa qrupa atarsınız topludan. Onlar haqqında da bir dəfə də danışarıq. İndi diqqətli olun. Bax, törəməni intervalla həll eləyirəm. Hələ bu cümlələrin burası maraqlı deyil mənə. Bax, biri -3'dür, biri 0'dır, biri də 3'dür. Sonra necə idi? Bura müsbət. Siz də bunu həll eləməlisiniz. Mən görürəm. Sonra yavaş-yavaş bayaqki kimi addımlayaq. Mənfidən müsbətə keçənlərə nə dedik biz? Minimum. Onda bunun minimumları hansı oldu? 1 -3. Bir də 3. Sonra bir dənə 3. Sonra müsbətdən mənfiyə keçənlərə nə dedik? Maksimum. O hansıdır? 0. İndi balalar, bax bizdən hələ bu şərti verməsə, maksimum qiymətini istərsə, x-in yerinə nə qoymalıymışam? 0. 0 qoyub hesablamalıymışam. Yox. Məndən nə deyir? Ən böyük qiymətini tap, -2, 4 parçasında. Yaxşı, bu -2, 4 söhbəti nədir? Bu -2, 4 söhbəti qrafiki çəkəndə yalnız və yalnız x-lərə bu aralıqda baxıram. Ona görə nə edirəm? Diqqət. Uc nöqtələrdə verilən funksiyanın cavabını hesablayıram. 4 çıx 9'un kvadratı çıx 81. Bu da köməkli eləyim müəllimə. 25 çıxısını nə edir? 81 -56 mı eləyir? Sonra 4'ü də yerinə qoyuram. Uc nöqtələri deməli yerinə qoyuram. 16 çıx 9 çıx 81. Bu da eləyir 49 çıx 81. Bu da nə qədər eləyir? -32 mi? Sonra diqqət. Bu tapdığın qiymət var ha, bu maksimum. Bax da bu. Özünə sual verəcəm. Bu aralığa düşürmü? Düşür. Tapdığın maksimum o aralığa düşürsə, həmin qiyməti də aparıb yerinə qoyacaq. İndi 0'ı qoy. 0. Sonra niyə bu da? 9'un kvadratı çıx 81. İndi deyir, ən böyük qiymətini tapın. Ən böyük qiymət bu 3 nöqtədən hansı ən böyükdür? O bu 3 qiymətdən. 1, 2, 3 hansı ən böyükdür? 0. 0'da balalar. Deməli, indi nə edirsiniz? Diqqət yetirin. Başda. Təkrar yazmıram. Sadəcə sözlə ifadə edirəm. Deməli, parçada funksiyanın ən böyük qiymətini tapanda ilk növbədə uc nöqtələrdəki qiymətləri hesablayırsınız. Hesablayıb qoyursunuz bir qıraqda. Sonra bayaqki kimi araşdırırsınız. Törəməni tapırsınız. Törəməni intervalından həll edirsiniz. Bax, bərabərsizlik mövzusunu təkrar edirik. Törəməni intervalını həll edəndən sonra bayaqları deyirdik. Mənfidən müsbətə keçid olanlara nədir? Minimum. Deməli, bunun 2 dənə minimum nöqtəsi varmış. Biri də bu da buradadır. Sonra müsbətdən mənfiyə keçid olanlara nə deyirdik? Maksimum. Uşaqlar, minimumlarla maksimumlar ekstremum nöqtələr sayılacaq. Onda təzə bir term olacaq. İndi tapdığım bu maksimum, diqqət yetir. Da bu. Verilən parçaya düşürmü deyəcəksən? Düşür. Düşməsə işin yoxdur. Düşür. Düşəndə də aparıb bir dəfə də bunu bayaqki kimi hesablayacaq. 0'ı qoydun nə elədi? -80. Bu tapdığın 3 dənə qiymətdən hansı böyüdürsə onu götürəcək. İndi hansı böyüdür? 0, 0'ı da götürəcək. Minimum desəydi bunları da aparıb qoyub hesablayacaqdı. O da -81'i verəcəkdi. Məsələn, minimum qiymət burada -81'də, amma bir şey var. Diqqətli olun. Sırf bu misal üçün bunu götürməyə dəyməz. Niyə dəymir? Kim deyər? Çünki bu burada yoxdur. 3 var. O parçaya düşmür. Bildi? Elə bir tapdığınız nöqtələrdən hansıları o parçaya düşürsə, onları aparıb funksiyada yerinə qoyub hesablayacaq. Qavradıq?
Bəli. Bəli.